Bismillahirrahmanirrahim. İnnallâhe ye'muru bil adli vel ihsan. Allah-u Teala Kur'an'da gösteriş verir, insanlar birbiriyle əlaqədə ədalətli davransınlar. Ədalət başqalarının haqqını qorumaqdır. İnsan təkcə özünə haqq inanmaya, bilə ki, başqalarının da haqqı var və onları qoruya, ayaqlamaya onların haqqını. İstər atanın haqqı, ananın haqqı, ovladın haqqı, müəllimin haqqı, qonşunun haqqı. Buna deyirlər ədalət. Amma Quran ədalətdən də yuxarı danışır. Buyurur, başqasının haqqını qorumalısan, haqqını ayaqlamalısan. Amma innallâhe ye'muru bil adli vel ihsan. İhsan davranışı da eləməlisən. Ədalət ilə ihsanın fərqi nədir? Ədalət budur ki, başqasının haqqını qoruyasan. İhsan budur ki, insan bəzən öz haqqından da keçə bilər. Ailə ihsanla idarə olunar, nə ədalətlə. Bəzi mühitlər, onlar ədalət ilə idarə oluna bilər. Müəssisədir, bir idarədir. Hər kəsən öz haqqını tanımalıdır və başqalarının haqqını qorumalıdır. Amma ailədə haqqı tanımaq, haqqı qorumaqdan yuxarıdır. İnsan bəzən haqqından da geçməlidir, güzəştə də getməlidir. Bundan o ailə idarə olunar. Eşq və məhəbbətlə. Ona görə Allah-u Teala ədalətin kənarında, davamında ihsanı danışır. Buyurur, innallâhe ye'muru bil adli vel ihsan. Esselamu aleykum ve rahmetullah ve berekatuhu.